Deməli uşaqlar, belə bir misalımız var. Deyir ifadəni sadələşdirin. Belə misallar tez-tez qarşılaşırıq, amma uşaqların çətinliyi olur. Bu misalları adətən A üstə B-nin kvadratı və A çıxı B-nin kvadratı şəklinə gətirib həll eləmək olur. Yəni kökdən azad edə bilirik. Yəni biz bilirik ki, A üstə B-nin kvadratı bərabərdir A kvadratı üstə 2AB üstə B kvadratı. Kökaltı ifadəyə baxanda həmişə A kvadratı üstə B kvadratın 7. Yəni bu misalımıza uyğun olaraq 2AB-ni də kök altında 24. Kök altında 24 də bilirik ki, 2 kökdə 6 deməkdir. Burada ikiləri ixtisar aparsaq, AB bərabərdir kök altında 6-ya. Yəni biz elə 2 ədəd axtarırıq ki, hasili kök altında 6, kvadratları cəmi 7 eləsin. Hansı ədədlər ola bilər? Kökdə 2 və kökdə 3. Hasil kökdə 6 eləyir, amma kvadratlar cəmi bizə 7-ni vermir. Yəni buradan görürük ki, həmin ədədlərin kvadratları cəmi 7 olmalıdır. 1 və kökdə 6 götürsək, 1 və kökdə 6-nın hasili yenə kökdə 6, kvadratları cəmi bizə 7-ni verir. Deməli, biz bu ifadəmizi 1 üstə kökdə 6-nın kvadratı şəklində yaza bilərik. Müsbət ədəddir. Kökdən azad edəndə birbaşa 1 üstə kökdə 6 alınar.